Azərbaycanda 2026-cı ilin bayram günləri müəyyən edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən 2026-cı ilin martın 20-si, 21-i, 22-si, 23-ü və 24-ü Novruz bayramı, martın 20-si və 21-i Ramazan bayramı, mayın 27-si və 28-i Qurban bayramı günləri kimi müəyyən edilib. Qərara əsasən Novruz və Ramazan bayramlarının bəzi günləri üst-üstə düşür. Ona görə də Əmək Məcəlləsinin tələbi nəzərə alınmaqla gələn il Novruz və Ramazan bayramları ilə əlaqədar 11 gün qeyri-iş günü olacaq. Çünki Nazirlər Kabinetinin qərarına əsasən 2026-cı ildə martın 20-si, 21-i, 22-si, 23-ü və 24-ü Novruz bayramıdır. Gələn il 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinin tələbinə əsasən 25 və 26 mart tarixləri qeyri-iş günləri olacaq. Gələn il martın 20-si və 21-i Ramazan bayramıdır. Əmək Məcəlləsinə əsasən Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü kimi hesab edilir. Əmək Məcəlləsinin tələbinə əsasən növbəti iş günləri, yəni 27-30 mart tarixləri də qeyri-iş günləri olacaq. Beləliklə, Novruz və Ramazan bayramları ilə əlaqədar 20-si, 21-i, 22-si, 23-ü, 24-ü, 25-i, 26-sı, 27-si, 28-i, 29-u və 30-u mart tarixləri qeyri-iş günləri hesab ediləcək.